Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugün 2 iyul 2025-ci il. Mən Alanya'nın tam qəlbində, tam mərkəzindəyəm. Olduğum yerdən dənizə məsafə hardasa 300-400 metrdir və bugün sizə satışda olan gözəl bir apart oteli təklif edəcəm, təqdim edəcəm. Baxın, işıqlar yanır, hərəkət etdikcə hər tərəf mərmərdən düzəldilib. Bura giriş hissədir. Baxın, arxamı göstərim. Bu bizim apart otelin qapısıdır. 5 mərtəbəli apart oteldir. Aşağısı mağazalardır, dükkanlar. Hansı ki kiracılar var və aylıq 20.000 avroya qədər kira ödəyirlər. Çünki bura doğrudan da mərkəzi yerdir. Atatürk meydanına məsafə hardasa 300 metr, Marina 300 metr, Keykubat plajı, Kleopatra plajı hamısı yaxındadır. Bu tərəfdə WC-dir və burada da belə bir liftimiz var. Birazdan lifti də göstərəcəm. İndi çıxıram yuxarıya. Teras və havuz hissəni göstərəcəm sizə. Deməli, apart otel yerini dedim, super lokasiyadadır, tam mərkəzdədir. 5 mərtəbəlidir. Hər mərtəbədə 4 dənə otaq var. Baxın, göstərirəm sizə. İndi yuxarı çıxacam, döşənmiş əşyalı otaqlar da var, showroom kimi hər şeyi anlatacağım. Və ümumilikdə 20 dənə otaqdan ibarətdir. Bura isə terasa hissədir. Teras hissə və şəxsi hovuzu da var. Bəli, bu bina vaxtilə alınıb və renovasiya olunub, inşa olunub və çox lüks bir hala gətirilib, gözəl bir hala gətirilib. İndi də sahibi tərəfindən satılır. Dediyim kimi apart otel kimi işlətməyə çox uyğundur. Aşağıda 2 dənə böyük mağazin var, dükkan var birinci mərtəbədə. Hansı ki illik 240.000 avro, aylıq 20.000 avroya qədər gəliri var. Binanı çöldən göstərmədim müəyyən səbəblərə görə. Əsasən içini göstərirəm. İndi isə otaqlara baxacağıq. Belə gözəl liftimiz var. Lift vasitəsilə qalxacağıq yuxarı. İndi əziz dostlar, gəldik sonuncu mərtəbəyə. Burada showroomların olduğu mərtəbədir. 2 dənə mənzil döşənilib, 2 dənə nömrə döşənilib. Digər 18 nömrə isə boş saxlanılıb. O da alıcının istəyi ilə döşənəcək. Yəni, bəlkə belə istəməyəcək, fərqli bir stildə, fərqli bir tərzdə istəyəcək. Ona görə boş saxlanılıb. Amma onun döşənməsi, təmiri hamısı qiymətə daxildir. Burada da hamısı ağıllı sistemdir. Yerdən isitmə sistemi var. Belə girişdə sanuzul. Yəni, bu tərz nömrələr, 1+1 suite nömrələr, əlbəttə ki, bu dəqiqə Alanya'da 3000-5000 liradan aşağı verilmir. 3000-5000 lira arası günlüyüdür yəni. Zövqlü, səviyyəli şəkildə döşənilib. Salondur. Salondan və yataq odağısından balkona çıxış var. Baxın, lazım olan hər şey qoyulub. Yəni, bir mənzili necə döşəmək lazımdırsa, bu otaqlar da belə döşənib. Bekodan texnikadır, mobilyalar hamısı gözəl. Kondisionerlər son model inverter kondisionerlərdir Bekodan. İndi keçək salona da baxaq. Salon deyirəm, yəni yataq otağı, sözü istəyirəm. Burada gözəl şəkildə döşənilib. Bu mənzillər hardasa 45-50 kvadrat metrdir. Balkonda da masa, stollar, stullar qoyulub. Yəni çox zövqlü, gözəl şəkildə düzəldilib.
Belə bir balaca balkon var. 4 nəfər otura bilər qəşəng. İndi digər ikinci döşənmiş mənzili də göstərim sizə. Bu da 1+1'dir. Burada bütün mənzillər 2 otaqdır, yəni 1+1. Bu biraz fərqlidir. Amma gözəldir. Sağ tərəfdə sanuzol. Burada yataq otağı. Bəli əziz dostlar, əgər Alanya'da bir oteliniz, apart oteliniz 20 mənzildən, 20 otaqdan ibarət olan belə gözəl bir obyektinizin olmağını istəyirsinizsə, əlaqə saxlayın, satılır. Bir də qeyd edirəm, aşağıda birinci mərtəbəsi böyük mağazalardır, hansı ki hal-hazırda orada kiracılar var, dükkanlar var və aylıq 20.000 avro ödəyirlər, illik 240.000 avrodur. Bu binanın qiymətini isə mənlə əlaqə saxlayacaqsınız, məlumat alacaqsınız, deyəcəm. Bu mənzilləri isə rahat şəkildə 3000-5000 lira arası, bəlkə daha az, bəlkə daha çox, yəni verə bilərsiniz kirayə bir günü, günlüyü. Çünki baxın, çox lüks şəkildə döşənilib. Bir mənzildə lazım olan hər şey burada var. Çox lüks səviyyəli şəkildə döşənilib bunlar. Bundan sonra boş mənzilləri də göstərəcəm. Dediyim kimi bir də qeyd edeyim. Sahibi deyir ki, buranı yeni alacaq bir kimsə, əgər istəsə fərqli tərzdə otaqları dizayn eləsin, necə istəyirsə, elə də dizayn olunacaq, əşyalandıracaq və bunlar hamısı qiymətə daxildir. Veriləcək qiymətə daxildir. Bu da balaca balkon. İndi isə keçək boş mənzillərə baxaq. Oranı da göstərmiş olum. Bəli əziz dostlar, indi isə bir dənə boş döşənməmiş mənzili göstərim. Baxın, sanuzol. Burada qapılar da belə taxılmayıb. Çünki dizayna uyğun qapılar taxılması nəzərdə tutulub. Kim necə istəyirsə, yeni alıcı elə də dizayn olunacaq bu otaqlar. Qapıları filan, hər şey dizayna görə inşa olunacaq. Bütün mənzillər 1+1, balaca balkonlu və belə. Əgər istəsəniz, o showroomları gördüyünüz kimi də bunları da döşəyə bilərlər, heç bir problem yoxdur. Belə əziz dostlar, Alanya'nın tam qəlbində dənizə 300 metrə, Keykupat plyajına, Kleopatra plyajına, Alanya'nın marinasına, hər şeyə 300-500 metrə məsafədə yerləşən gözəl bir apart otel satışdadır. 20 dənə mənzildən ibarətdir, 20 dənə 1+1 nömrədən ibarətdir. Aşağısında böyük bir dükkan var, birinci mərtəbə boydan boya. Dükkanın gəliri aylıq 20.000 evro, illik 240.000 avrodur. Siz bu apart otelin sahibi ola bilərsiniz, Alanya'da işlətməniz ola bilər. Əlaqə saxlayın, qiyməti haqqında şəxsidə məlumat veriləcək. Bununla da burada videomu bitirirəm. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.